Hamınızı Ağdamdan salamlayıram. Siz indi kadrda Ağdamı 5 il fərqlə gördünüz. 2021-ci ildə və indi 5 il əvvəl biz bu layihənin ilk filmini çəkəndə qrafika ilə kadrın ortasına Ağdam sözü yazmışdıq. Amma bugün hər şey gerçəkdir. Xəyallar gerçək olur. İllərlə yuxuda gördüyümüz şəhərə bugün əlimizlə, ruhumuzla toxuna bilirik. Bugün burada insanlar yaşayır, küçələrə adlar qoyulur. Mən indi İmarət və Pənahəli xan küçələrinin kəsişməsində dayanıb danışıram. Ətrafdan tikintilər boylanır. İkinci yaşayış məhəlləsinə köç davam eləyir. Bir nömrəli məktəb öz ilk şagirdlərini qarşılayıb. Otellər, muğam mərkəzi, ilk köç olan 3 kənd haqqında öncəki bölümlərdə ətraflı danışmışam. Bugün Ağdamda böyük bir mərkəzi xəstəxana kompleksi tikilməkdədir. 4-cü və 5-ci yaşayış kompleksləri sürətlə ucalır. Eyvazxanbəyli və Qərvənd kəndləri tikilir. Mərkəzi park salınır. İçində tarixi çay evi tikilir. Çox işlər görülür. Şəhərin konsepsiyası yenidən qurulur. Və burada hər daş sadəcə tikilmir. Xatirələr tikilir. Mən isə bura hər dəfə təkcə jurnalist kimi yox, həm də yaddaşın şahidi kimi gəlirəm. Ağdamın dünənini addım-addım danışan, bugününü addım-addım gəzən Ağdam və mən layihəsində bugün dağıntılardan doğulan yeni şəhəri bir daha izləyəcəyik. Ağdama xoş gəlmisiniz. Bura Ağdam şəhər 5-ci yaşayış məhəlləsinin tikintisinin ərazisidir. Burada 40 yaşayış binası tikilir, ümumilikdə 50 bina tikilir. Və bu yaşayış məhəlləsində 1074 mənzildə 3205 nəfər yaşayacaq. Ağdamın köhnə ünvanları ilə desək, 5-ci yaşayış məhəlləsi internat məktəbi və onun yan yörəsindəki ərazini əhatə eləyir. 12 hektar ərazidir bu məhəllənin ərazisi. Bax, o gördüyünüz hələ təzə tikilməyə başlayan bina var. O məhz internat məktəbinin
yerindədir. Digər binalar isə internet məktəbinin sağı, solu və arxasındakı ərazini əhatə eləyir. 5-ci məhəllənin binalarının həm fasad quruluşu, həm içərisindəki dizayn digər məhəllələrdəki, 2-ci və 4-cü məhəllələrdəki binalardan fərqlənir. Bu üç binanın hamısının dayanacağıdır bir yerdə. Dayanacaqdan birindən birinə keçid var. Hər birindən bir-birinə keçid var. Həmçinin o hissədə sığınacaq da nəzərdə tutulub. Sıx insanlar üçün sığınacağımız. Yeraltı sığınacağımız var. Ağdam şəhərində 5-ci faza üzrə 135-ci məhəllədə Ağdamdan olan köçkünlər üçün 30 mənzilli 8 mərtəbəli bir bina, 24 mənzilli 6 mərtəbəli ikinci binamız və 22 mənzilli 6 mərtəbəli üçüncü binamızı inşa edilir. İkindiyə 2025-ci ilin iyul ayında start verilib, təhvil verilmə müddəti isə bu ilin 2026-cı ilin sentyabr ayında olacaqdır. Bu layihənin başqa layihələrdən fərqi ondan ibarətdir ki, qeyri-yaşayış sahələri yoxdur. Birinci mərtəbələr hamısı yaşayış sahələridir. Başqa tikinti layihələrindən öz memarlıq deyək ki, belə üslubu ilə fərqlənir. Burada daha hündür binalar gözə dəyir. Deyəsən, 2-ci və 4-cü yaşayış məhəllələrində maksimum mərtəbə sayı 7 mərtəbədir. Bəli, orada ikinci Burada amma daha hündür görünür. Deyəsən, daha çoxdur sayı. Bəli, 8 mərtəbəli binalarımız var. Hal-hazırda tikdiyimiz 16 nömrəli dediyimiz bu bina 8 mərtəbə, axırıncı mərtəbələr qurulur və ümumiyyətlə bütün binalarımızın üçündə də son etajların konstruksiya hissəsi tamamlanır. Axırıncı mərtəbənin inşallah bir neçə gündə betonu vurulacaq və daxildə də işlərimiz davam edir. Hörgü işlərimiz ardıcıl olaraq daxildə suvaq işləri, elektrik xətlərinin çəkilməsi. İlk dəfə olaraq burada 8 mərtəbəli bina var. Əvvəlki yaşayış məhəllələrində bu yoxdur. 8 mərtəbəli bina bax budur. Model olaraq göstərim. Bu binanın isə bir tərəfi 8 mərtəbəlidir. Bir hissəsi 7 mərtəbəlidir. 7 mərtəbəlinin üstü, 7 mərtəbəli o tərəfdə görünür. 7 mərtəbəlinin üstü terasdır. Böyük bir terasdır. İnsanların istirahəti, dincəlməsi, hava alması, söhbət eləməsi üçün, belə özü ilə tək qalması üçün, gözəl dağların mənzərəsini izləməsi üçün çox gözəl bir imkandır. Orada oturacaqlar da yerləşdiriləcək ki, buranın sakinləri fərqli bir istirahət məkanından istifadə edə bilsinlər. Ümumiyyətlə, bu fazada 50 bina inşa edilir. Onun 40-ı yaşayış, onun isə qeyri-yaşayış binaları nəzərdə tutulub. Biraz da dəqiqləşdirək. 5-ci yaşayış məhəlləsində 50 binanın 40-ı tam yaşayış binasıdır. Onu tam qeyri-yaşayış binasıdır. Digər yaşayış məhəllələrində bütün birinci mərtəbələr qeyri-yaşayış sahəsidir. Üst mərtəbələr yaşayışdır. Amma burada fərqlidir. Eyni zamanda müşahidələrdən görmək olur ki, girib içinə baxıb gəzəndə. Çünki mən digər məhəllələrdə də bütün evlərlə tanış olmuşam. Yəni 2 otaq, 3 otaq, 4 otaqlı mənzillərin layihələri ilə. Burada girib baxanda belə təəssürat yaranır ki, ümumiyyətlə layihələndirmədə, iç dizaynda da fərq var digər yaşayış məhəllələri ilə bu məhəllədəki binaların, evlərinin, mənzillərinin dizaynı arasında. Ciddi fərqlər nədən ibarət? Yəni bu üslub hardan götürülür? O üslub bu əsasən memarların ideyasıdır. Otaqlarımız böyükdür, başqalarına baxanda sahəsi fərqlənir. İndi hal-hazırda bir dənə nümunəvi evdə inşa eləmişik. Yəni necə olacaq da bütün hamısı o cür olacaq, bütün binalarda. Ona da inşallah baxarsınız. Biz bir məqamı da tamaşaçılar bilsin deyə qeyd eləyək ki, hər bir yaşayış məhəlləsində neçə bina varsa, məsələn, burada 5-ci məhəllədə 50 bina var, 40-ı yaşayış, onu qeyri-yaşayış. Bu binaların hamısını eyni şirkət tikmir. Tender əsasında müxtəlif şirkətlər
tenderi qazanır. Məsələn, 3-ünü bir şirkət tikir, 5-ini bir şirkət tikir, 6-sını bir şirkət tikir və s. Amma binaların özünün ümumi layihələndirməsi demək olar ki, eynidir. Sadəcə tikən şirkətlər fərqlidir. Bəli, bəli. Siz burada 3 bina tikirsiniz. Bəli, 3 bina. Və sizin tikdiyiniz neçə mənzillikdir? 76. Ümumi 76 Bəli, cəmi. 3 binada 76 mənzildir. 31-indədir, 24-birindədir, 22-də birində mənzil. Nə vaxta təhvil verməyi planlaşdırırsınız? İnşallah qrafikdən sentyabr ayının əvvəlində veriləcək, təhvil verəcək. Belə ümumi məhəlləni göz gəzdirib baxanda deyəsən təhvilə ən yaxın elə sizin məhəllə görünür. Bəli, elə. Uğurlu olsun və bu fərqli dizaynda tikilən evləri Ağdam sakinləri bəyənəcək, mən buna əminəm. İnşallah öz sakinlərini gözləyir. Beşinci məhəllədəki binaların fasadının rəngi digər məhəllələrdən fərqli olacaq. Əgər ikinci və dördüncü məhəllədə binaların fasadı ağ rəngdədirsə, bütün binalar ağ rəngdədir. Burada binaların fasadı müxtəlif rənglərdən ibarət olacaq. Məsələn, bax bu hazır olmağa ən yaxın bina budur, həmin dediyim 8 mərtəbəli bina. Bunun fasadında qırmızı, qara və ağ rənglərdən istifadə olunur. Başqa bir binada yaşıl, qara və ağ rənglərdən istifadə olunacaq. Bax, bu mənzil, bu küncdəki mənzil nümunə kimi artıq hazırlanıb, içində də hər bir şərait var. Biz indi o nümunə mənzili sizə göstərəcəyik, görək içərisi necədir. Bu nümunə ev tam hazırdır. Çılçıraqları da var. Hər bir şey hazırdır. Geniş işıqlı qonaq otağıdır. Burada girəcək şkafının yerini hazır qoyublar. Mətbəxdir. Mətbəx mebeli də hazırdır. Özü çox zövqlü rənglərdən yığılıb. Bu böyük sanitar qovşaqdır. Bu bir yataq otağı. Bu ikinci yataq otağı. Bu da daha böyük yataq otağıdır. İkinci sanitar qovşaq yataq otağının içindədir. İndi istifadəyə verilən binalarda 4 otaqlı mənzillərin çoxusunda sanitar qovşağın biri böyükdür, biri kiçikdir. Bunun ikisi də böyükdür, eyni ölçüdədir. Çox gözəl mənzildir. Kimə qismət olacaqsa öncədən xeyirli olsun. İçərisində xoş günlər görsünlər. Xocalı sakiniyəm. Artıq Qarabağımız işğaldan azad olduqdan sonra 4-cü ilimdir ki, Qarabağda səthən mühəndisi olaraq fəaliyyət göstərirəm. İşçilərimizin təhlükəsizliyini qorumağa çalışırıq hər bir yerdə, hər bir zaman. Özüm bir Qarabağlı olaraq Qarabağ torpaqlarında çalışmağımla qürur duyuram. Cənab Prezidentimiz çox sağ olsun ki, bizə bu şəraiti yaratdı. Artıq biz də öz doğma torpaqlarımızda çalışırıq. Öz doğma torpaqlarımızın çiçəklənməsi üçün əlimizdən gələn hər bir köməkliyi göstəririk. Artıq bir ildir ki, Ağdamda fəaliyyət göstəririk. 2-ci yaşayış kompleksində 4 bina təhvil vermişik. İndi hal-hazırda 5-ci yaşayış kompleksində 3 binanın inşasını davam elətdiririk. Cənab Prezidentimiz də həmişə bildirdiyi kimi, onun dövründə formalaşan gənclər torpaqlarımızın işğaldan azad olunmasında iştirak edib. Mən də torpaqlarımızın işğaldan azad olunmasında
iştirak etmiş şəxslərdən biri kimi, həmçinin Qarabağımızın çiçəklənməsi uğrunda hal-hazırda çalışırıq. Bu özü də vətənimiz üçün böyük bir xidmət sayılır. Həmçinin özümüz üçün də böyük bir fəxr sayılır ki, mən 24 yaşında gözəl Qarabağımızın çiçəklənməsində mənim də bir fəaliyyətim var, mənim də bir hardasa bir izim var ki, mən də Qarabağın çiçəklənməsində, yenidən bərpa olunmasında, daha da irəli getməsində, yəni dünyaya tanınmasında bir az da olsa bir izim, bir xidmətim var. Ağdam şəhərindəki 4-cü yaşayış məhəlləsi Köhnə Musəvi küçəsi Seyidli kəndinin şəhərə yaxın hissəsində yerləşir. 14 hektar ərazisi var. Burada 47 yaşayış binası tikilir. 4450 nəfərin yaşayacağı 1080 mənzil olacaq burada. Baş plana görə 4-cü məhəllə ilə 2-ci məhəllə üzbəüz yerləşir. Və elə görkəmcə də 4-cü məhəllənin binaları 2-ci məhəllənin binalarına bənzəyir. Fasadı, pəncərələri, mərtəbə sayı, fasadın rəngi. 4-cü məhəllənin ilkin fazasına da sakinlərin köçü bu ilin sonuna dək mümkün olacaq. Bir vətəndaş kimi, işçi kimi Ağdam şəhərinin bərpa olunmasında iştirak edirik. Birinci dəfə bura gələndə biz burada ancaq
quru torpaqlar idi. Amma bu gün isə artıq binalarımız qalxır, işlər gözə görünür. 4-cü faza 2025-ci ilin aprel ayından gəlmişik. Görünən bu binaların bünövrələrini qazmışıq. Amma bu günləri artıq bu binalarımız da gördüyümüz işlər aydın açıq görünür. Belə ki, binalarımız 1-ci 9-cu məhəllə, 10-cu məhəllə 5, 6, 7 mərtəbəli olaraq inşa edilmişdir. 1-ci mərtəbələr hamısı qeyri-yaşayış sahəsidir. Zirzəmi isə avtomobillərin parklanma yeri üçün nəzərdə tutulmuşdur. Bu günə kimi biz bu sahədə, məhəllədə dəmir beton işləri, hörgü işləri, suvaq işləri tam görülüb, başa çatdırılmışdır. Hazırda mənzillərdə kafel metlaq işləri, döşəmə işləri, santexnik, elektrik işləri quraşdırılır. Xarici qapı pəncərələr quraşdırılmışdır. İndi isə biz axır binaların bəzək tamamlama işləri ilə məşğuluq. Binalardan da göründüyü kimi binaların fasadları suvanır və boyaya hazırlanır. İşlərimiz belə gedərsə, inşallah ilin sonuna qədər çalışacağıq ki, biz tikdiyimiz binaları tam yaxşı keyfiyyətlə sakinlərinə təhvil verək. Fərq varmı sizin binalarla ikinci məhəllənin binalarında? Məsələn, tikilişində? Bizim faza ilə ikinci faza arasında binaların yerləşməsində, xarici görünüşündə və mənzillərin də kvadratında fərqlər var. Bizim tikdiyimiz 4-cü fazada əsasən 2 otaqlı, 3 otaqlı, 4 otaqlılardır. Bunlar demək olar ki, eyni layihə əsasındadır. Aralarındakı fərq çox azdır. Deməli, 2 otaqlılarımız 64 kvadrat, 3 otaqlarımız 83 kvadrat, 4 otaqlarımız isə 104 kvadrata yaxındır. Biz hamımız bu günü çox səbirsizlə gözləyirdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazimizə can sağlığı, şəfasını versin. Ali Başkanımıza can sağlığı, İlham Əliyevlə can sağlığı ki, torpaqlarımızı geri qaytardı. Və mən də xoşbəxtəm ki, balaca da olsa əməyim var Qarabağ torpaqlarında tikilən evlərlə bağlı. Bir il tamam oldu ki, mən Ağdamın 4-cü yaşayış fazasında qaynaqçı vəzifəsində çalışıram. Bu işdən də böyük zövq alıram. Çünki Ağdam işğal olunan kimi Dəzək Qarma zavodunda qaynaqçı vəzifəsində çalışmışdım. Dəmir darvazalar, çənlər, reşotkalar, bunları düzəltmişdik Ağdam sakinləri. Və bugün də təkrar olaraq Ağdam rayonunda 4-cü yaşayış masivində qaynaqçı vəzifəsində çalışıram. Yenidən öz torpaqlarımıza qayıdıb, öz vəzifəmi, öz peşəmi yerinə yetirdiyim üçün özümü xoşbəxt hiss edirəm. Mən Ağdam rayon Xıdırlı kəndindənəm. 15 yaşında Xıdırlıdan məcburi köçkün düşmüşdüm. Şükürlər olsun ki, Xıdırlı kəndinə qayıtdım. 8 aydır Ağdam Xıdırlı kəndinə yerləşmişik. Daimi olaraq, yəni öz evimizə, öz yurdumuza yerləşmişik. İndi də burada gəlib Ağdam şəhərində işləyirik. Şükürlər olsun ki, öz yurdumuzda, elimizdə, obamızda işləyirik. Elə gələn gündən də burada işinə təmin olub işləyirəm. Usta köməkçisi işləyirəm burada. Mən çox xoşbəxtəm ki, buranın Ağdam şəhərinin sıfırdan qurulmasında mənim də əməyim var. Gələcək nəsillər üçün gözəl binalar tikirik.
Bura Ağdam Mərkəzi Xəstəxanasının ərazisidir. Biz il yarım əvvəl burada çəkilişdə olanda bir neçə korpusun təxminən 2-3 mərtəbəsi tikilmişdi. Amma indi artıq korpusların tikintisi bitib, fasadda və içəridə quraşdırma işləri gedir. Miqyasından görünür ki, bu xəstəxana kompleksi böyük və ciddi bir regional tibb mərkəzi kimi düşünülüb. Qarşısında dayandığım korpus poliklinika şöbəsidir. Çox böyük bir binadır və Ağdam Mərkəzi Xəstəxanası kompleksinin layihəsində xüsusilə diqqət çəkən məqamlardan biri budur ki, hər bir korpusun zirzəmisi həm stasionar tibbi xidmət göstərə bilər, həm də sığınacaq kimi fəaliyyət göstərə bilər. Allah göstərməsin, əgər zərurət yaranarsa, hər bir bax bu zirzəmidə yerləşən infrastruktur hərbi hospital funksiyasını da yerinə yetirə bilər. Ağdam rayonunda inşa olunan 210 çarpayılıq mərkəzi xəstəxananın tikinti quraşdırma işlərinə 2024-cü ilin yanvar ayında başlanılıb. Xəstəxananın əsas korpusu, əsas binaları, köməkçi binaları və qurğular 6 hektar torpaq sahəsində inşa edilir. 12 əsas korpusdan ibarətdir. Eyni zamanda məhkəmə tibbi ekspertiza və patoloji anatom birliyi, yoluxucu xəstəliklər korpusu, təcili tibbi yardım stansiyası binası, gigiyena və epidemioloji mərkəzi kimi digər əhəmiyyətli səhiyyə müəssisələri üçün də binalar tikiləcəkdir. Hal-hazırda əsas binalarda dəmir konstruksiya işləri böyük ölçüdə tamamlanıb. Eyni zamanda paralel şəkildə mühəndis kommunikasiya xətlərinin su, elektrik, kanalizasiya və havalandırma sistemlərinin quraşdırılması işləri də davam etdirilir. Xəstəxana ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz ediləcəkdir. Ümumilikdə tikinti quraşdırma işlərinin 2027-ci ilin dekabr ayında tamamlanması, tibbi fəaliyyət xidmətinə isə 2028-ci ildə başlanılması planlaşdırılır. Göründüyü kimi çox böyük bir ərazini əhatə eləyir. Bax, indi dayandığımız yer xəstəxana kompleksinin girişidirmi? Bu necə layihələndirilib ümumiyyətlə? Məsələn, bir pasiyent müraciət elədi. Hansı ardıcıllıqla hərəkət eləyəcək bu kompleksdə? Xəstəxananın ümumiyyətcə 6 nəzarət buraxılış məntəqəsi tikiləcəkdir. Yəni bir vahid giriş deyil. Xeyr, 6 nəzarət buraxılış məntəqəsi var. Çünki göründüyü kimi xəstəxana böyük bir müəssisədir, regional xəstəxana olacaq. Ona görə bir giriş-çıxış deyil, bütün korpuslara ayrı-ayrılıqda giriş-çıxış mövcuddur. Bu xəstəxanada regionda olmayan nələrin olması nəzərdə tutulub və regional deyəndə bu hansı ərazini əhatə eləyir? Nəzərə alsaq ki, Xankəndində də böyük bir Qarabağ Universiteti klinikası var. Yəni regionun hansı rayonlarını, şəhərlərini əhatə eləyəcək? Bax, bu Ağdam Mərkəzi Xəstəxanasının göstərdiyi tibbi xidmətlər. Həm Qarabağ zonasını əhatə eləyir, belə regional xəstəxana üçün böyük. Qarabağ zonasında ümumiyyətcə 210 çarpayılıq xəstəxana bir dənə Ağdam şəhərində inşa olunur. Yəni ondan düzdür, Füzuli şəhərində də inşa edilir. O birisi bölgədə də xəstəxanalar mövcud olacaq, amma bu mexanizmdə, bu ölçüdə, miqyasda xəstəxana sırf Ağdamda planlaşdırılıb və inşa edilir. Regional təkcə Qarabağ yox, yəni ətraf Bərdə, Ağcabədi, o birisi rayonlarda nəzərdə tutulur. Yəni sırf Ağdama yaxın olan, yaxın ətrafında relyefdə olan rayonlar üçün də xidmət göstərmək gücündə olacaq. Hal-hazırda gördüyünüz poliklinika korpusudur. Qalan B korpusudur, C korpusudur, sonra onun arxasında A1, A2, A3, A4 korpuslar var ki, onların da hərəsinin özünün ayrı-ayrılıqda şöbələri yerləşəcək. Texniki korpus C korpusudur, hazırdır. Daxildə də tamamlama işləri gedir. Texniki korpus deyərkən ora nələr daxildir? Personallar olacaq da orada. İnzibati korpus deyək. Bəli, inzibati korpus. Bəli, anlaşıldı. Bax, burada iki binanın arasında keçid kimi bir hissə görünür. Bəli, bir-birinin keçmək üçün. Bütün korpuslardan bir-birinə bu cür keçidlər var. Bir dənə poliklinikadan başqa əsas korpusların hamısında bir-birinə keçid var, mövcuddur. Bəli. O cümlədən inzibati korpus. Bəli.
Ağdam və mən izləyiciləri hər dəfə biz xəstəxananın tikintisinin gedişatından veriliş hazırlayanda sual verirlər ki, bura nə vaxt hazır olacaq, biz nə zaman işləyə biləcəyik? Bu sualı həm Ağdamın köhnə tibb personalı, yəni işğaldan öncə burada işləmiş yaşlı nəsil həkimləri verirlər, həm də yeni nəsil gənc həkimlər və tibb personalı, tibb işçiləri soruşurlar. Burada işləməyi səbirsizliklə gözləyən bütün tibb işçilərinin sualına cavab olaraq deyim ki, bu nəhəng tibb mərkəzində işləmək üçün biraz təxminən 2 il gözləməli olacaqsınız. Mən Ağdam rayon sakini, Sarıcalı kənd sakini. Hal-hazırda Ağdam rayonunun Sarıcalı kəndində yaşayıram. Ağdam şəhərində çalışırıq. Ağdamda quruculuq işləri bərpa sürətlə davam edir. Ağdam rayon xəstəxanasında çalışırıq. Hal-hazırda da gördüyünüz kimi bu işlərlə məşğuluq. Getdikcə də Ağdam şəhəri gözəlləşir. Hal-hazırda böyük işlər gedir. Böyük işlər sürətlə davam edir. Gördüyünüz kimi hal-hazırda şüşələri vurulub binalar yekunlaşmağa doğru gedir. Mən çox xoşbəxtəm ki, bu işlərdə iştirak edirəm. Gələcək nəsildə ötürəcək binalarda mənim də zəhmətim var. Qürur duyuram ki, mən də bu gözəlliyin yaranmasında iştirak edirəm. Daha da fəxr edirəm ki, mən Ağdama gəlmişəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, Allah Ali Başkan anamızı qorusun. ...1993 təvəllüdlü, özüm Ağdam şəhərinin sakiniyəm. Biz Ağdamın mərkəzi küçələrindən biri olan Əli İbrahim küçəsində yaşamışıq. Ağdamdan doğulandan 6 ay sonra işğal olunubdur. Biz Bərdədə vaqonlarda yaşamışıq. İşğal olunandan sonra vaqonlarda. Sonra gəlmişik Ağdam rayonu Xındırstan qəsəbəsində ev nömrə 80-də məskunlaşmışıq. Bu işğal dövrü zamanı. Bu müddət ərzində indi də hal-hazırda orada qəsəbə evlərində yaşayırıq. Və çox səbirsizliklə gözləyirik ki, tez bir zamanda inşallah doğma yurdumuza Ağdam şəhərinə köçək. Və bugünkü gündə burada işlədiyimə görə qürur hissi keçirirəm, sevinç hissi keçirirəm ki, öz doğma yurdumuza qayıtmışıq. Öz doğma vətənimizdə işləyirik, qururuq. İnşallah qismət olar, gələcək nəsillər də bizim kimi belə fəxrlə gələrlər. Bizim belə bir əl işlərimizlə tanış olar. Bura Ağdam rayon mərkəzi xəstəxanası, şəhər xəstəxanasıdır. Və inşallah gələn səfərlərdə siz görərsiniz ki, quruculuq bərpa işləri tam yekunlaşıb. İnşallah yeni uğurlarla, nailiyyətlərlə qarşınıza çıxarıq. Mən özüm Ağdamlıyam, Çəmənli kəndindən. Bu torpaqlarda işləməyimlə özümlə qürur duyuram. Şükür bugünkü günə ki, öz torpaqlarımızdayıq. Burada hansısa bir quruculuq işləri görürük, orada da mənim zərrəcə olsa bir əməyim var. Bunun üçün şükürlər olsun Allaha. Mən çox sevinirəm ki, biz gələcək nəsillərimiz üçün belə gözəl binalar inşa edirik. Və azad olunmuş Qarabağı sıfırdan birlikdə qururuq. Mən inanıram ki, başqa xəstəxanalarımız kimi bu xəstəxanamızda gələcəkdə yeni körpələrimizin dünyaya gəlməsində, xəstələrimizin şəfa tapmasında böyük rol oynayacaq. Bu bizim üçün çox qürur vericidir. Şükür ki, öz torpağımızdayıq. Əlimizdən gələni eləyirik, inşallah da eləyəcəyik. Siz də çox xoş gəlmişsiniz.
Ağdamda tikilməkdə olan kəndlərdən biri Eyvazxanbəylidir. Bu kənd Eyvazxanbəyli Kosalar və Şişpapaqlar kəndin əsasında layihələndirilib, amma Eyvazxanbəyli adı daşıyır. Kəndin ərazisi böyükdür, tikiləcək evlərin sayı da çoxdur. İlkin mərhələdə, ilkin fazada 400-dən çox ev tikilir. İndi olduğumuz ərazi birinci fazanın bir hissəsidir. Burada evlərin demək olar ki, damları vurulmaqdadır. İşlər çox sürətlə gedir. Bu ilin sonuna qədər ilk sakinlər kəndə köçə biləcək. Eyvazxanbəyli kəndi 300 hektar ərazidə planlaşdırılıb. Tikinti işləri tam başa çatdıqdan sonra burada 1091 fərdi yaşayış evi planlaşdırılıb. İndi birinci fazada olan tikinti işləri həyata keçirilir. Birinci fazada 427 evdən ibarətdir. Fərdi yaşayış evləri 2, 3, 4 və 5 otaqlılardan ibarətdir. 5 otaqlı evləri 2 mərtəbədən, qalan digər evlər isə 1 mərtəbədən ibarətdir. Eyni zamanda birinci fazanın tikintisində məktəb, uşaq bağçası, tibb məntəqəsi, bayraq meydanı və digər məişət obyektlərinin tikintisi nəzərdə tutulmuşdur. Çalışırıq ki, keyfiyyət işlərinə daha çox önəm verək. Misal üçün bunu göstərmək olar ki, xarici divarların istilik izolyasiyasında termolyuk materialından istifadə olunur. Bu 80 mm-lik daş yunu əvəzinə biz 20 mm-lik termolyuk qatından istifadə edirik. Həmin o 20 mm-lik 80 mm-lik daş yununu əvəz edirik texniki göstəriciləri olaraq. Sözü gedən termolyuk materialı Ağdam ərazisində kənd olaraq ilk dəfə Eyvazxanbəyli kəndində tətbiq olunur. İndi hal-hazırda tikinti mərhələsinin demək olar ki, orta hissəsindəyik. Nəzərdə tutulur ki, bu ilin sonuna qədər birinci mərhələ başa çatdırılsın. İlin sonuna qədər neçə ev təhvil veriləcək? Əslində hamısı təhvil verilməlidir. 427-nin hamısı. Bəli. Eyvazxanbəyli kəndi həm də Qarabağ atlarının mənzil qərargahı kimi tarixdə qalıb. Ağdam işğal olunmazdan öncə Qarabağ Atçılıq Zavodu məhz bu kənddə yerləşirdi. Qarabağ atları burada yetişdirilirdi, burada artırılırdı və dünyaya buradan yayılırdı. İndi yeni layihədə də Qarabağ Atçılıq kompleksi Eyvazxanbəyli kəndində tikilir. Tikinti hələ başlamayıb, amma layihə bəllidir, cəmiyyətə təqdim olunub. Çox unikal bir kompleks olacaq və Qarabağ atları bu kompleksdə yenidən yetişdiriləcək. Bununla da öz doğma vətəninə, yerinə, yurduna qayıtmış olacaq. Bərdə-Ağdam yolunun sağında ağappaq par-par yanan bir kənd tikilir. Bura Başqərvənd kəndidir. Bu kəndin tikintisinin ən mühüm özəlliyi ondan ibarətdir ki, bütün evlər
Ağdam daşından, Şahbulaq daşından tikilir. Bütün evlərdə yalnız bu daşdan istifadə olunur. Qərvənd kəndində 1245 ev olacaq. İlkin fazada onun 800-dən bir qədər artığı tikilir. Çox sürətlə burada tikinti işləri gedir. Çünki bu ilin sonuna qədər kənd öz ilkin sakinlərini qarşılayacaq. Qərvənd Ağdamın ən köklü, varlı hallı, yaxşı imkanlara malik kəndlərindən biri olub. Vaxtı ilə işğala qədər bütün ölkə ilə bir şöhrəti olan kəndlərdən biri olub. Qərvənd kəndi həm iqtisadiyyatı ilə, həm işli güclü adamları ilə, həm bar bəhəri ilə bütün ölkədə məşhur olub işğaldan öncəyə qədər. Və bilirsiniz, Qərvəndin sırf bəyləri ilə əlaqədar tarixdə müxtəlif maraqlı məqamlar var. 94-cü ilə işğala qədər burada bir bəylik binası adlı bina da qalırdı. Vaxtı ilə Qərvənd bəylərinə məxsus olan bina. Ağdam işğaldan azad olunandan sonra da o binanın bəzi qalıqları qalmışdı. Bakı, Bərdə, Ağdam, Xankəndi dəmir yolu vaxtı ilə bu kəndin içindən keçirdi. Elə indi də yeni Ağdam yolu Qərvənd kəndinin içindən keçir, dəmir yolu da o yolla paralel olaraq Qərvənd kəndinin içindən keçir. Bu kənd həqiqətən də Ağdamda indiyə qədər tikilən və tikilməkdə olan digər kəndlərdən fərqli layihəyə, fərqli quruluşa və fərqli evlərə malikdir. Biz indi qarşıdakı dəqiqələrdə həmin o fərqləri sizə göstərməyə çalışacağıq. Qərvənd kəndi 467 hektar ərazidə inşa olunması layihələndirilmişdir. Kənddə 851 ev mövcuddur. Olan evləri 2, 3, 4 və 5 otaqlı evlərdən ibarətdir. Hal-hazırda qəsəbənin tikintisi sürətlə irəliləməkdədir. Belə ki, qəsəbədə olan 851 evin bünövrə işləri yekunlaşmışdır. 438 ev artıq -30 səviyyəsində hörgü işləri tamamlanmışdır. 168-dən artıq evlərin +3 səviyyəsində hörgü işləri yekunlaşıb. Eyni zamanda qəsəbədə boyaq bəzək və dam örtüyü işlərinə də start verilmişdir. Qəsəbənin özəlliklərindən onu qeyd etmək olar ki, müasir dünya standartına cavab verən layihələr əsasında tikilir. Evlərin giriş və verandaya çıxışları mövcuddur. Hər bir evin 12 sot həyətyanı sahəsi vardır. Eyni zamanda qəsəbənin infrastrukturundan yol çəkilişi davam etməkdədir. Belə ki, 35,1 kilometr yolun qazı işləri artıq yekunlaşmışdır. Su və kanalizasiya işlərinin də icrası hal-hazırda davam edir. 350 evdə daxili su və kanalizasiya işləri yekunlaşmışdır və bu işlər də sürətlə davam edir. Qərvənd kəndinin gen planı çox müasir standartlar əsasında inşa edilmişdir. Bu həm qəsəbənin görünüşündə, həm də qəsəbə daxili kommunikasiyalardan gələcəkdə əhalinin istifadə etməsində bir rahatlıq yaradır. Bununla bərabər evlərin isidilməsi üçün termolog deyən suvaq növündən istifadə olunur ki, bu da gələcəkdə evlərin qış mövsümündə isti, yay mövsümündə sərin olmasına əsas verir. Kənddəki kəhrizlərlə bağlı hansısa bir düşüncə varmı? Yəni, bax, bu tikinti layihəsi çərçivəsində kəhrizlərlə bağlı nə düşünülür? Kəndin su təchizat sistemi 24 saat davamlı olaraq keyfiyyətli su təchizat sistemini həyata keçirmək üçün Xaçınçay istiqamətində arteziyan quyuları inşa ediləcək. Mövcud kəhrizlər isə burada 4 kəhriz sistemi var. Bu kəhriz sistemlərinin bərpa olunması və alternativ su mənbəyi kimi gələcəkdə qəsəbəyə xidmət etməsi nəzərdə tutulur. Bildiyiniz kimi kəhriz suları içməli su sırasında çox keyfiyyətli sulardan hesab olunur və dövlətimiz tərəfindən həmin kəhrizlərin də bərpa olunması nəzərdə tutulub. Bu da ona zəmin yaradır ki, gələcəkdə Qərvənd sakinləri həmin kəhrizlərin suyundan istifadə etmək imkanında olacaqlar. Burada bizə nümunə evlərdən birini göstərə bilərsinizmi? Bəli, məmnuniyyətlə hal-hazırda tikintisi yekunlaşmaq olan bir evə sizinlə birgə baxış keçirə bilərik. Neçə otaqlıdır o ev? Bu ev 5 otaqlıdır. Böyük ailələr üçün nəzərdə tutulub. Yəni, bu evlər Avropa üslubundadır deyə bilərikmi? Bəli, evlərin tikintisi tam haqlısınız, Avropa üslubundadır və bu bizim tikinti sektorunda sanki bir yenilik kimi də olacaqdır. Bu sırada birinci evdir.
Bəli, bu sırada Deyəsən, birinci hazır olmağa evdir. yaxın da elə Bəli, hazır bu olmağa evdir. yaxındır. Biz nümunə olaraq bu evi hazır edib və təqdimat etmək istəyirik. Bu binanın giriş hissəsidir. Yəni bax bu əsas küçədir. Əsas küçədir. Əsas küçədən binaya giriş hissədir. Bu ön qapıdır. Ön qapıdır. Bəli. Əsas giriş qapısı. Salam. İşiniz avanda olsun. Bura binanın girişidir. Bizdən sol tərəfdə mətbəx otağıdır. Aha. Və qonaq otağı deyilən otaq budur. Keçək baxaq da siz deyəsən Keçək sizin baxaq. dediyiniz bax o ikinci çıxış buradadır. Bəli. Biz qonaq otağından həyətyanı sahəyə çıxış var və burada eyvan mövcuddur. Həm də eyvandan həyətə çıxış var. Bəli, eyvanın gördüyünüz kimi kabançıq deyən üzlük daşlarla tam örtülür və bu da bunun dizaynında xüsusi görkəm verir. Bu hissədə həyətyanı sahələr, yaşıllıqlar yerləşəcək. Bu binanın dediyimiz kimi 12 sot həyətyanı sahəsi var. Arif müəllim, bu şərait ancaq 5 otaqlı evlərdədir, yoxsa digər evlərdə də var? Bütün evlərimizdə giriş və çıxış mövcuddur və hər bir evin çıxışında da balkon var. Evin kvadratına uyğun olaraq, sahəsinə uyğun olaraq balkonlar da əlbəttə ki, dəyişən ölçüdədir. Yəni həm 2 otaqlı da eyni vəziyyət, Bəli, şərait var, bəli. həm 5 otaqlı da eyni şərait 2, var. 3, 4, 5 otaqların hər birində eyni şərait var. Orada olan sakinlərin sayına müvafiq olaraq hesablanıb, ona görə də bəli, o həcmlər dəyişilir. Necə ki, evin sahəsi dəyişir, 2 otaqla 5 otaqda, elə də balkonlar yaşayan sakinlərin sayına uyğun dəyişməkdədir. Daha az adam üçün daha Bəli, kiçik daha balkon kiçik nəzərdə balkon, bəli. tutulur. 5 otaqlının ərazisi nə qədərdir? 5 otaqlı bizdə 120 kvadrat. Bu növbəti otaqdır. Bu yəqin ki, yataq otaqlarından Bəli, bu biridir. yataq otağıdır. Yataq otağı ilə yanaşı burada sanitar uzeldir. Bura evin dəhlizidir. Aha. Yetərincə geniş dəhlizdir. İmkan verir ki, otaqlara rahat keçilə bilsin. Dəhlizdə də böyük bir qardırob yerləşdirmək üçün çox əlverişli şərait var. Bəli. Bütün ailənin ehtiyacını ödəyə biləcək bir ölçüdədir. Bu yəqin ki, növbəti yataq Bəli, bu otağıdır. bizim növbəti yataq otağıdır. Ardınca Daha bir otaq. Daha bir otaq, yataq otağımız var. Bu da yataq otağı. Bu Və növbəti sanitar qovşağı. Hər ikisi genişdir. hər ikisi genişdir. Bu da daha bir otaq. Bu da bir növbəti yenə yataq otağıdır. 4 yataq otağı, bir qonaq otağı və mətbəx. Tikilən evlərinin birinci fazası nə vaxt hazır olacaq? İlk sakinlər bura nə vaxt köçəcəklər? Sakinlər bura, ilk sakinlər oktyabr ayında köçməsi Bu nəzərdə ilin tutulmuşdur. oktyabrı. Bəli. Neçə ailə köçəcək? 155 ailə köçməsi nəzərdə tutulmuşdur. Deməli 155 ev hazır olacaq. Bəli, 155 ev hazır olacaq. Onların içərisində müxtəlif otaq sayı olanlar Bəli, var da müxtəlif yəqin otaq, ki. 2, 3, 4, 5 otaqlı evlərdən ibarət olacaqdır. Üzü belə sıra ilə paralel olaraq hazır olacaq, yoxsa üzü dərinliklərə doğru? Burada Necə nəzərdə məhəllələrə bölünübdür. Məhəllə hazır olacaqdır. Hə, Tam bir fakt məhəllədə olaraq. bir neçə Bəli. ev, bir məhəllədə bir neçə ev, digər kəndlərdə olduğu Bəli, kimi. bəli. Mən təsadüfən demədim ki, bu şəhərdə təkcə binalar yox, həm də xatirələr tikilir. Dayandığım yer onun bariz nümunələrindən biridir. Bax, bu bina Ağdam Mərkəzi Parkının içində tikilən tarixi çay evinin eynisidir. Çay evi məscidlə üzbəüz, əvvəllər işğaldan öncə harda yerləşmişdisə, həmin nöqtədə tikilir və birəbir eyni layihə ilə tikilir.
Hamı bilir ki, işğal zamanı çay evi dağıdılanda, yandırılanda onun o burma pilləkənindən yalnız balaca bir boru hissəsi qalıb. O boru hissəsi də bu tikilinin düz yanında qalır və yəqin ki, həmişə də saxlanacaq. Bura Ağdam Mərkəzi Parkıdır. Mərkəzi Parkın içində digər infrastruktur layihələri də icra olunur. Söhbətgahlar, oyun meydançaları, başqa kafelər tikilir, ağaclar əkilir. Deyim ki, çay evi, çörək muzeyi Ağdam cəmaatının qəlbində, ruhunda, şuuraltısında, ən dərin yaddaşında yaşayan silinməz izlərdən, silinməz xatirələrdən biridir və bugün çay evinin olduğu kimi yenidən tikilməsi, öz yerində eyni layihə ilə tikilməsi həm də insanların xatirələrinə, onların duyğusal dünyasına böyük bir rəğbətin nümunəsidir. Mən arzu edirəm ki, növbəti dəfə Ağdamdakı quruculuqdan film hazırlayanda bu çay evinin eyvanından çay iç-içə danışım.